Selamun aleyküm. Biz mövzularımızı davam etdiririk. Düzdür, mənim mövzu baxış açım biraz fərqlidir. Mən daha çox soyuducudan, yəni soyuducu deyəndə bu insanların e, durumundan, yəni ki, maliyyə durumundan daha çox daha dəyər məsələlərə, ideoloji məsələlərə üstünlük verirəm. O da vacibdir əlbəttə ki, qarın tox olmalıdır, soyuducu da bol olmalıdır. Amma mənim fikrimcə mənəviyyat insanın varlığı, yəni mənəviyyat varlığı fiziki varlığından daha vacibdir bir insan üçün və bir cəmiyyət üçün də, bir xalq üçün də, bir ölkə üçün. Yəni insanı insan eləyən əgər onun mənəviyyatıdırsa, xalqı da xalq eləyən onun dəyərləridir. Yəni dəyəri olmayan xalq sonunda ya işğal altına düşür, ya da asimlə olunur. Yəni xalqı ayaqda saxlayan onun dəyərləridir. Ona görə bu mövzuları davam etdirəcəm. Mən təbii digər mövzulara da lazım olanda qayıdacağıq, danışacağıq. Yenə dediyim, qarın da vacibdir, amma qarından da daha çox ruh vacibdir. Yəni ruhun olmalısı. Ruhun olmalıdır ki, sonra fiziki baxımdan özünü təmin edə bilərsən. Düzgün və doğru təmin edə bilərsən. Dürüst və şəffaf yaşaya bilərsən ki, özün adam olasan, dövlətin də, ölkən də ölkə olsun. Çünki ölkə dövlət, nə vaxt ölkə dövlət olur? Vətəndaşları adam olanda, vətəndaşları adam kimi yaşayanda, adam kimi davrananda, adam kimi hiss eləyəndə, adam kimi düşünəndə, adam kimi bir-birinə münasibət saxlayanda və adam kimi dövlətə münasibət saxlayanda. Eynən də dövlətdə eynən öz qayda qanunları ilə vətəndaşlarına qarşı adam kimi davranır. Yəni bu bir-birinə bağlıdır. Yəni vətəndaş da adam olmalı, dövlət də adam olmalı. Dövlət də adam kimi münasibət bəsləməlidir öz vətəndaşına qarşı. Vətəndaş da dövlətdən qarşı eynən cavab verməli. Yəni bunlar bir-birlərini bağlayıcıdır. Yəni ayrı-ayrı ola bilməz. Biri adam olanda o bir qeyri-adam. Ya qeyri-adamdır, ikisi də qeyri-adam olacaq, ya ikisi də adam olacaq. Yəni mən bu cür görürəm bu dövlət, insan, vətəndaş münasibətlərini və biz də dəyərlərimiz üstündə yaşamışıq. Ən azı biz bunu görmüşük, aləmimizdə görmüşük, nəslimizdə görmüşük, tariximizdə oxumuşuq, görmüşük və dəyərlərimiz üstündə yaşamağı davam etməsin çox vacib hesab edirəm. Mən Azərbaycan üçün, Azərbaycan bir ölkə olaraq, dövlət olaraq formalaşmasında gələcək üçün çox vacib. Yəni dövləti dövlət eləyən, xalqı xalq eləyən onun dəyərləridir. İnsanı insan eləyən, şəxsi şəxs eləyən, şəxsiyyət eləyən, əgər onun belə deyək, mənəviyyatıdır, onun o belə deyək, mövqeyidir, rus dilində stoykasıdır, yəni kişini kişi eləyən necə onun stoykasıdır, həyatı, pajizmi stoykasıdır, belə rus dilində deyək, indi Azərbaycan türkçəsində daha tərcüməsini bilmədiyim üçün deyirəm. Dövləti də, xalqı da xalq eləyən dəyərlərdir. Yəni stoykası olmayan kişiyə tam olaraq kişi deyə bilmərik həyatı baxımından. Yəni onun həyatı baxımından o mövqeyi, duruşu, tapdım, duruşu. Yəni kişi üçün vacib, əgər onun həyatı onun duruşudursa, xalq üçün də onun dəyəridir. Yəni kişini kişi eləyən duruşdur, geyimi deyil. Təkcə şalvar geyinməklə təbii ki, kişi olmursa. Duruşudur həyatı baxımından. Xalqı da xalq onun dəyəridir. Yəni biz də bunu Azərbaycan üçün bunu görürük. Yəni qadınlarımızın mənəviyyatı, əxlaqıdır bizim üçün vacib, kişilərimizin duruşudur, xalqımızın da dəyəridir. Mən şəxsən bunu belə görürəm. Azərbaycan üçün ən əsas vacib məsələlər də budur. Çünki ölkədə bu mənəvi degradasiyanı görəndə, əxlaqi, mənəvi, bu artıq daha üst pilləyə mənim üçün şəxsən olur. Nəinki qarın, soyuducu, sosial problemlər, maaş, təqaüd və s. Və buna uyğun olaraq da bir mövzuya, sizin bir mövzu ilə danışmaq. Yəni bu Azərbaycan televiziya kanalında, mən köhnə adamlardan, mən televizora yenə baxıram. Televiziya, evi televiziyasız, televizorsuz mən düşünə bilmirəm. Bir çoxlar üçün artıq televizordur, biz baxmırıq, əlimizdə telefon var, neyiniyik televizor, amma mən televiziyaya baxıram, xəbərlərə baxıram, vaxt olduqca maraqlı film qabağıma düşəndə ona baxıram.
Və indi bu kanalları imkan olanda belə fırladanda Azərbaycan ATV kanalında bir reklam çarxı gördüm. Bir də bu reklam çarxında media, audio, vizual dəstəklə başlayır ki, dövlət agentliyidir, dövlət təşkilatı, dövlət tərəfindən. Yəni orada bir çarx gördüm. Güya cavan bir qız, hətta yeniyetmə bir qızı çəkirlər orada. Güya bu evlənir və ərə gedəndən sonra bədbəxt olur. Və bunun da mənası qızlarınızı tez ərə verib bədbəxt eləməyin. Yəni sən demə və bunu dövlət tərəfindən bu təşviq olunur. Mən demirəm qızlarımızı tez ərə verək, amma sizcə indi hal-hazırda bizim cəmiyyət olaraq, ailə olaraq biz hal-hazırda nəyin degradasiyasını yaşayırıq? Tez ərə getməyin, bədbəxt olmağın mı, yoxsa boşanmaların bu səviyyədə olmasının mı? Qızlarımızın yeniyetmə yaşlarında narkomaniyaya, alkoqolizmə duçar olmasının mı? Qızlarımızın əksinə ərə getməyib evdə qalmasının mı? Əksinə ərə gedib sonra boşanmağının mı? Yəni indi bizim üçün əsas problem nədirmi? Budurmu, yoxsa digər məsələlərdir? Mənim fikrimcə digər məsələlər. Çünki gəlin dürüst olaq, şəffaf olaq. Yəni doğru olaq bir-birini. Bu saat Azərbaycan xalqı ailə mənəviyyatının, ailə dəyərlərinin degradasiyasını yaşayır. Niyə? Çünki məhz illərdir bu təbliğat getdi. Biz müstəqilliyimizi bərpa edəndən sonra Avropa, Qərb, sekulyarlıq və s. Biz Avropa, Qərbdə hüquqi dövləti almadıq, rüşvətlə mübarizəni almadıq, söz azadlığını, vicdan azadlığını almadıq. Bunları hamısı qoyduq qırağa, amma yaşam tərzini aldıq. Və bu yaşam tərzi nə idi? Ərə getmə, karyera qur, ərvə xidmət eləmə, ərvin qarşısına çay qoyma, bu ayıbdır. Sən qadın olaraq onun qarşısını sınırsan, bu feminizm aldı. Amma özgə kişinin qarşısında katibi olaraq çay qoymaq, bu oldu karyera yüksəlişi, bu oldu qadın azadlığı. Necə ki o heykəl var, öz çadırasını tullayır. Hələ Sovetin vaxtında o heykəl tikilir və biz hələ də o heykəllə fəxr edənlər var. Əslində o heykəl fəxr eləmədə o biabırçılıq idi. Yəni baş geyimi Azərbaycan qadının bir iffəti idi. Bizim nənələrimiz hamısının baş geyimi oldu. Bu da nənələrimiz səhv edib baş geyimi. O kəlağayı olsun, çadırı olsun, hicab olsun, fərq etməz. İffətimiz olub bu bizim qadınlarımızın. Ya bunu atmaq ayaqlar altına, sonra kolxozda gecə-gündüz kişilərlə bərabər işləmək buydu qadın azadlığı. Sovet bizə bu güya başörtüyünə qarşı bu qadın azadlığını verir. İndi də başörtüyünə qarşı başqa azadlıq verirlər. Ailə qurma, get amba karyera düşün, get başqasının katibəsi ol. Ərvin qarşısına çay qoyma, get başqa kişinin, tanımayan kişinin qarşısına çay ol. Və bunun çarxları gedir. Bizim dövlət televiziya kanalımızda, ATV-də, ATV güya özəl kanal kimi gedir. Amma bilirsiniz, bütün kanallar bizdə, bütün media dövlətdən asılıdır. Bunun təbliğatı gedir. Olmazmı ATV-dən cavan qızlarımızın narkomaniya duçar olmasının, alkoqolizmə duçar olmasının, ərə getməməyinin, amma bədənlərinin satmasının bir çarxı gedərdi də. Olmazmı? Elə bir çarx indiyə qədər siz Azərbaycan kanallarından görmüsünüz? Yox, görməmişsiniz, görməyəsiniz də. Amma nə çarx görmüsünüz? Ailə həyatını aşağılama çarxı, onu görmüsünüz. Və yaxud da film çəkilər, vətəndaş, orada bir mentaliteti aşağılama, bir qız gəlir, orada güya hamıdan ağıllıdır və qadın azadlığı üçün mübarizə aparır. Elə filmləri görərsiniz. Elə bu cür çarxları, dediyim çarxları görərsiniz. Amma mental dəyərlərimizin məhv olunmasını, ailə dəyərlərimizin məhv olunmasını, boşanmalar səviyyəsinin hansı həddə çatmasını, mən bu yaxınlarda bu haqda çıxış eləmişdim, hansı faizə çatıb son 9 ayda boşanma bizdə səviyyəsi, şadlıq evlərinin bağlanması, artıq Bakıda əgər hər axşam gedəndə şadlıq evlərində, hər şadlıq evində toyucusu artıq şadlıq evləri bağlanır, ya arendaya verilir, ya da mərasim evlərinə çevrilir. Əksinə şadlıq evləri bağlanır, mərasim evləri çoxalır. Yəni bu hamısı bu nə deməkdir? Bu hamısı xalqımızın degradasiya uğramasıdır ailə dəyərləri baxımından. Və dövlət olaraq bununla mübarizə aparmaq əvəzinə biz neyirik? Biz ailə çarxını, ailəni aşağılayan, evlənməyi aşağılayan, halal nikahı aşağılayan çarxlar veririk. Audio, vizual dəstəyi ilə medianın bunu edirik. Vətəndaş kimi filmlər çəkirik, bizim mental dəyərlərimizi aşağılayan, onu edirik. Məktəblərimizdə hicabla mübarizə aparırıq. Sən demə, təhsil hicabdan asılıdır. Amma gəlin, yoxlayaq bal yığmaq səviyyəsindən hicablı geyinən şagirdlər nə qədər bal səviyyəsi yığırlar, hicab geyinməyənlər.
Onu görək, ortaya qoyaq, nə çıxacaq? Yəni, amma biz isə əksinə başımızı tərs yerdən qaşımaqla davam edirik və bu səhv siyasətdir. Və sonda demək istəyirəm, elə bu mövzunun da davamı olaraq bir kadr qabağıma çıxdı sosial mediada. Nigar Camal orada bir qıza deyir ki, sən ərivin harasınsa burasını yumaq istəyirdi və buna gülür, belə aşağılayıcı belə tonla Nigar Camal'da. Yanında da Faiq Ağayev gülür buna. Yəni, baxın, Nigar Camallar, Faiq Ağayevlar, bunlar oldu bizim gəncliyimizin nümunəsi, qəhrəmanı, ulduzu və onların üzərinə baxsan, onların ailə dəyərləri, ailə vəziyyəti nə yerdədir? Və indi bu adamlar gülürlər. Hə, ərivin orasını burasını yumaq ayıbdır, amma başqasının ərinin harasısa yumaq odur mu doğru? Bax, bu sualı biz verməliyik. Və bu sualı vermək üçün də cavab olaraq dövlət siyasətimiz dəyişməlidir. Ancaq hələ biz Türk müsəlman dünyasının bir hissəsiyik deyib deməklə deyil, Avropa İslamofob deməklə deyil. Sən sözün əməllə üst-üstə gəlməli. Amma təəssüf olsun ki, nə dövlət olaraq sözümüz əməlimizlə üst-üstə gəlir, nə cəmiyyət olaraq dövlətimiz sözümüz əməlimizdən üst-üstə gəlir, nə xalq olaraq. Ona görə də baxın, bu vəziyyətdəyik.